AB qarşılıqlı sadə ədəddir. Bizə bir bərabərlik vermişdir və AB-nin cəmini bizdən istəyir. Əvvəlcə bu misalı həll etmək üçün bu hissəni açaq və həll edək. Dövrdə 3. Dövrün kəsrləri adi kəsrlərə çevirək. 9-da 3, aşağıda 1 üstə gələk. 9-da 4, üstə gəlsin 2. Bərabərdir. 9-da 3, aşağıda 1,9'da 4 toplayanda eləyir 1,9'da 4 və onu düzgün olmayanı kəsrə çevirəndə 9'da 13 eləyir. Üstə gəlsin 2. Kəsir kəsrə böləndə birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə çevrilir və vurulur. Yəni 13'də 9 ixtisar getdi, qaldı 13'də 3. 13'də 3'ün də üstünə 2 gələndə eləyir 13'də 2 tam 13'də 3. İndi A bölünsün B bərabərdir 2 tam 13'də 3. Bunu düzgün olmayan kəsrə çevirəndə 13'də 2'ni 13'ə vuranda eləyir 26. Sonra 3 gələndə eləyir 20. Bir dakika 9. 13'də 29. Deməli A bölünsün B bərabərdir 13'də 29. Siz bunu çarpazla vura bilərsiniz. 13A bərabərdir 29B. Deməli A 29'a bərabərdir. B isə 13'ə bərabərdir. Cəmin də istədiyinə görə 42 eləyəcək.